Salam hörmətli bağbanlar. Söz verdiyim kimi tərxunun kökləndirilməsi haqqında yazıram. Çox asan üsuldur və 100%-ə yaxın nəticə verir. Bu vaxtları hardasa, bu vaxtları aprel ayının ortalarına qədər tərxunu alırıq, gətiririk evə. Köklərini, yəni bütün tərxunlardan aşağı hissədən biraz yarpaqları kəsib atırıq, yəni tam yolmuruq. Ancaq torpağa bastırılan hissə və aşağısını kəsirik, kəsikləri təzələyirik. Çalışın səhər tezdən alın ki tərxunu hələ tam solmamış olsun. Sonra balaca bir stəkanda mı deyim, balaca bir bankada mı deyim, belə bir qabda, belə bir qabda biraz hardasa 2 qram, 1 qram, 2 qram karnevinlə suyu qarışdırırıq. O kəsdiyimizdən hamısını qoyuruq. Butulka, həmin o karnevinli suda qalır. 3 saat, 6 saat arası, 3-6 saat arası. Eləyirik ki, axşamçağı əkməyi daha yaxşı olar. Sonra bir çala qazırıq. Məsələn, məndə bu balaca vedrədir və ya belə bir butulka ola bilər, aşağısı kəsilmiş. Bu cür butulka ola bilər, aşağısı kəsilmiş. Butulkanın ağzı olur. Qoyuruq və həmin o boyda çala qazırıq. Aşağı hissəsinə torpağı çıxardırıq və ora peyin, yanmış peyin, biraz kül qarışdırıb, torpaqla qarışdırıb tökürük. Yaxşı torpaqla. Fərqi yoxdur. Mən də sözünüzü elə gilli torpağa bir baş qatdım. Yanmış toyuq peyindir, heyvan peyindi, mal peyindi ola bilər, fərqi yoxdur. Yaxşı-yaxşı qarışdırırıq və üstdən, həmin üstdən hardasa 10 sm adi bax belə qum veririk. Adi qumdur. Tikintidə istifadə olunan qumdur. 10 sm qum veririk. Ora su tökürük, gözləyirik su tam yatdıqdan sonra düzəldirik üstünü. Və həmin o 3-6 saat qalmış tərxunları bastırırıq bu cür. Sıx şəkildə bastırırıq. Torpağa sancırıq. Sonra üstdən bir daha yüngülvari adca həmin o elə karnevinli suyu üstdən töküb üzərinə bu cür butulka ilə və ya banka ilə bağlayırıq. Bu cür bağlayırıq. Yanlardan torpaqla örtürük ki, ora hava keçməsin. Yuxarıdan ya bu cür deşiklər olmalıdır, ya da qapağın ağzı açıq olmalıdır. Bağlayırıq bu cür. Bağladıqdan sonra üzərinə neysə qoyuruq və ya elə eləyirik ki, kölgə düşən yer olsun. Mütləq kölgə düşən yer olmalıdır. Günəşin altına qoymaq olmaz. Məsələn, mən bu cür taxta qoyuram. Bunlar burada qalırlar ta payıza qədər. Sözün düzü hardasa 15-20 günə artıq kökləmə başlayır və kökləri görmək olur. Çıxartdıqda kökləri görmək olur. Amma biz tələsmirik. Arada bir qaldırırıq. Məsələn, açırıq bunu və götürürük. Baxırıq ki, solma var və ya məsələn quruyubdur dibi. Yüngülvari su əlavə eləyib bir daha bağlayırıq. Bu hissələr yuxarı hissələr yedirəm, hava almalıdır. Bu çox asan üsuldur. Ta tələsib köçürtməyə tələsməyin. Yəni, ta payıza qədər qalır. Payızda yüngülvari kənardan lapatka ilə bellə tərpədirik və bir-bir çıxardıb, məsələn, istədiyimiz bu hissəyə əkirik. Və salam. Bununla da köklənir. Bunun başqa üsulunu, bu üsulundan başqa nə eləmək olur? Burada söhbət nədir? Burada söhbət odur ki, qum göbələk xəstəlikləri üçün qeyri əlverişli mühit yaradır. Yəni, qumda göbələk xəstəlikləri çox yaxşı inkişaf edə bilmirlər. Ona görə də xəstəliyin düşmə şansı azalır. Həm də qumda qidalı maddələr olmadığı üçün köklər artdıqdan sonra aşağıdakı o münbit torpağa doğru can atırlar. Hiss edirlər, can atırlar aşağı hissəyə ki, qidalar. Bu da iri köklərin olmasına, köklərin daha böyük olmasına imkan verir. Köklər aşağı can atdıqca, yanlara can atdıqca qida axtarırlar. Və 10 sm keçdikdən sonra qidaya yaxınlaşırlar. Və qidaya yaxınlaşdıqda artıq qidalanıb inkişaf edirlər. Əsas yenə deyirəm, əsas odur ki, suya nəzarət edin. Tez-tez sulamayın, bu çürümə verə bilər. Çalışın, ancaq məcburiyyət qarşısında sulayın. Və bir də günəş düşməməlidir. Günəş düşsə onlar orada bişəcəklər, yanacaqlar. Üzərini kardon qoya bilərsiniz və ya bağın elə bir yerinə elə bilərsiniz, ağaçların altı olsun, fərqi yoxdur. Bu ta sentyabra qədər qalır.
Bu üsulla başqa nəyə eləmək olar? Yəni kökləndirmək olar. Bu kökləndirməni daha yaxşı olar hardasa məsələn qızıl güllər üçün, başqa güllər üçün sentyabrın sonları, oktyabrın əvvəlləri başlasın. Bakı üçün, Abşeron üçün. Başqa bölgələrdə, soyuq bölgələrdə bu daha tez başlayır. Artıq avqustda başlaya bilərlər. Daha isti bölgələr biraz da gec başlaya bilər. Əsas nədir? Əsas temperaturdur. Temperatur 25 dərəcəni keçməməlidir. Yəni 20-25 dərəcəni keçməməlidir. Ən yaxşısı 20 dərəcəyə yaxın temperaturdur. Gün orta temperatur. Bu keçən il qoyulan sarmaşıq qızılgüllü sarı sarmaşıqdır. Çox güclü. Yəni çiçəkləməsi var. Qoyulubdur. Keçən oktyabrda qoyulub, artıq başlayıblar inkişafa. Bunlar qış ərzində qapaq bağlı olur, tam bağlı olur. Sulanıb, oyuna bağlanılıb, ondan sonra əl vurulmuyor. Ümumiyyətlə əl vurulmuyor. Keçək başqa hissədə göstərim. Bu muşmuladır. Bu da çubuq şəklində bastırılıb. Gördüyünüz kimi artıq orada başlayıb inkişafa. Bunlar indi açılıbdır. Butulkalar çıxardılıbdır. İndi gördüyünüz kimi bu da çoban yastığı kimidir. Sadəcə Agriorientum deyirlər. Və bunlar da artıq inkişafa başlayıb. Burada qızılgüldür. Birini açım. Və bunlar hamısı butulkanın altında yatıblar. Bütün qışı. Oktyabrın əvvəllərində olunubdur. Sentyabrın 25-i, 27-si, 30-u. Belə bu vaxtlar olur. Gəlin birini açaq. Məsələn bu qızılgül açaq. Bir də açarkən dartmayın birbaşa. Bu dartdıqda bütün köklü bərabər torpağı tərpədir və köklər zədələnir. Yüngülvari qıraqlar sulayıb qıraqları siz gördüyünüz kimi cincilim deyirlər, nə deyirlər. Bu da burada yaxşı inkişaf eləyib, çünki əla mühitdir. Baxın. 2 dənə qızılgül qoyub ki, biri solsun, solsa və ya qurusa digəri inkişaf eləsin. İkisi də inkişaf eləyir. Bunu birdən-birə indi açsaq, yarpaqların hamısını günəş yandıracaq. Necə eləyirik? Açırıq bu cür, kökünü təmizləyirik, suluyuruq. Yüngülvari kökləri biraz, torpağı biraz yumşaldırıq və bundan sonra geri qoyuruq. Amma qapağı bağlamırıq. Hardasa 3 gün, 5 gün, 1 həftə bu cür qalır, öyrəşir. Nəmliyə öyrəşir, nəmliyin təzə rejimə keçir, belə deyək, qismi rejimə və inkişaf edir. Bu məsələn şamdır. Bunu da çıxardaq. Bu cür yüngülvari tərpətməklə də olur, bəzən heç çıxmır. Kökləri zədələməmək üçün kənarları qazırıq. Baxın, bu şamdır. Bu da oktyabrda qoyulub, gördüyünüz kimi sağ-salamatdır. İndi açsaq görəcəyik kök var. Bu da həmin cür karnivində saxlanılır, 6 saat hardasa. Yenə, bu qumdur, üst hissə qumdur, alt hissədə peyni torpaqdır. Başqa güllər də var, hamısı qızıl güllər var, başqa güllər var. Demək olar, hər şeyi bunu ilə kökləndirmək mümkündür. Bunu geri qaytarırıq, çünki hələ öyrəşməlidir, adaptasiya keçməlidir. Burada da qızıl güldür və başqa güllərdir. Bu da, sən bu gördüyünüz kimi butulkasız əkilib və bunda artıq inkişaf zəifləyib. Demək olar ki, quruma gedir. Nəyə görə? Çünki butulkanın altında daha nəmişlik rejimi daha yüksəkdir və orada daha yaxşı inkişaf gedir. Bu da muşmuladır. Amma o biri muşmulaya nisbətən butulkanın altında inkişaf yoxdur, dayanıb. Bunu da qazaq çıxardaq, baxaq. Bu da qızılgüldür. Gördüyünüz kimi ot əncər basıb bura. Baxın, biri tutmayıb. Çubuq çox nazik olduğu üçün tutmayıb. Amma digəri ən yaxşı çubuqlar karandaş yoğunluğunda olan çubuqlar. Karandaşa yaxın. Biraz az, biraz çox. Bu qırmızı yox, çəhrayı ətirli qızılgüldür. Çox gözəl qızılgüldür, ətirlə gözəldir və tez-tez də çiçəkləyir. Gördüyünüz kimi baxın, artıq kökdə verib, artıq inkişafda gedir.
Vəssalam, bu qədər. Sağ olun.